332 balı və mən imtahana keçə bilməyəcəm deyirdim. Oturub ağlamırdım. Daha da evdəkilər mənə deyirdilər ki, ay Allah bu qızın axırı nə olacaq? Ay Allah bu qız nə? Bu hazırlıqlardan çıxardı. Bu yandan oxumur. Bu nəyə gedir hazır? Bir söz deyim sizə, bir şey etiraf edeyim. Buraxılış imtahanı çətin deyil. O kitablar var ya onların hamısı. Onun hamısı onundur. Sən bir hamısını oxuyur, yox oxumur. İşləmir. Erotikada sınağa, deyirəm ki, otur səhvlər üstündə işlə. Mənə dedi ki, yox. Anam daha çox mənalı. Azərbaycan dilindən dərdim açıldı. Mən onu eləyə bilmirdim. Mən bilmirdim ki, o qrammatikada məndən nə soruşur. Çaşıb qaladım, donub qaladım, yaza bilmirdim. Salam dostlar, videoma xoş gəldiniz. Bugün səhər duranda gördüm ki, çox enerjiliyəm. Dedim ki, bugün izləyicilərim üçün 11 və 9-cu sinif məsləhət videosu çəkim. Gördüm ki, bugün o gündür, havada qəşəngdir. Ki, bugün sizə üçün o videonu çəkim. Deməli, uşaqlar, mən ilk qarşınıza çıxmışamsa əgər, məni tanımayanlar üçün mən özümü təqdim edeyim. Mən Ömər Avalyaman, 17 yaşım var. Mən Azərbaycan Dillər Universitetinin 1-ci kurs tələbəsiyəm. Və onu demək istəyirəm ki, mən keçən illəri sizin keçirdiyiniz hisslərin hamısını keçirtmişəm. Mən istəyirəm ki, öz gözündə buraxılış imtahanı necə idi? Mən sizə onu öz sözlərindən ifadə edeyim. Əlbəttə ki, bilirəm ki, hamımız artıq aylar qalıb imtahana və stresslisiniz. Bunların hamısını mən də yaşamışam, heç narahat olmayın və ona görə də bu hisslərin hamısını bildiyimə görə inanıram ki, mən öz hisslərimi, öz sözlərimi sizə izah edə biləcəm. Yəni, çünki sizin hisslərinizi, emosiyalarınızı artıq başa düşə bilirəm. Mən demək olar ki, bir neçə gün əvvəl, bundan əvvəl mən özüm də hal-hazırda semestr imtahanlarına hazırlaşıram. Artıq ayın 29-u son imtahanımız olacaq. Mən son post paylaşmışdım ki, bəs hər hansısa bir sualınız varsa, buyurun yazın postun altına, mən onları cavablandıraram. Həm istəyirəm özümə məsləhətlər verim, həm də istəyirəm ki, sizin suallarınızı cavablandırım. Qeyd edeyim ki, mən buraxılış imtahanından 242 bal yığmışdım. Keçək suallara. Deməli, bir izləyicimiz yazıb ki, mətndən daha çox bal toplamaq üçün hansı üsullardan istifadə eləmək olar? Uşaqlar, bir dənə onu sizə deyim ki, bunu mənə ingilis dil müəlliməm demişdi. Ona da buradan çox təşəkkür edirəm ki, o üsulu mənə dediyinə görə. Deməli, müəllimə mənə demişdi ki, sən imtahana gedəndə qırmızı qələm götür. Mən də müəllimən öz qırmızı qələmini götürmüşdüm. Dedi ki, bu mənə uğur gətirəcəkdi, bunu mənə verin. Bəs mən onun qırmızı qələmini götürdüm. Dedi ki, sən qırmızı qələm götür, neynəm? Baxın, uşaqlar, ingilis dili olsun, istər Azərbaycan dili olsun, xüsusi hissələri, məsələn, bilirəm ki, Azərbaycan dilində, məsələn, qabağında kvadrat, üçbucaq, dairə olan sözlər olur. Məsələn, onların altından xətt çəkin ki, sizin vaxtınızı almasın. Məsələn, orada həyəcandan olur da, sualı oxursunuz, ayda, bu mətndə bunlar haradaydı, mən yadımdan çıxdı demək əvəzinə. Bilirəm ki, orada həyəcanlı olacaqsınız. Amma heç bir həyəcana, panikaya ehtiyac yoxdur. Ona görə də onları qırmızı qələmlə işarə edin ki, onları siz oxuyan vaxt, onlar sizin gözünüzə dəysin, yəni siz onları gözünüzün önündə olsun. Qırmızı həm də diqqət çəkəndə ona görə. Əslində Azərbaycan dili mətnləri çox da belə çətin deyil. Yəni mən səhv eləməmişdim açığı, nə yalan deyim. Mən bütün hamısını düz yazmışdım, nə olun. Mən qrammatikadan səhvim var idi. O da ki, mən Azərbaycan dilindən dərdim açıldı. Azərbaycan dilindən zəhlim gedirdi uşaqlar. Mən müəlliməm məni izləyir. Valla, mən müəlliməm, həqiqətən deyirəm, müəlliməmlik bir şey yox idi. Mən müəlliməmi çox istəyirəm. Həqiqətən, anam əvəzi kimin o müəllimə. Mən həmişə ona dedim ki, mən sizi çox sevirəm, amma həqiqətən, amma fənni sevə bilmirəm də. O, mən özümdən asılı deyiləm. Uşaqdan Azərbaycan dilini sevməmişəm. Deməli, uşaqlar, qrammatika qavrayışında qətiyyən, yəni belə, necə deyim, müəllimə izahından neysə anlamağım yox idi. Mən hər şey anlayırdım. Mənə qayıdıb desəydiniz ki, bu qaydanı bizə izah elə. Mən siz onu elə gözəl izah eləyəcəyim. Siz mənə deyərdiniz ki, sən yəqin Azərbaycan müəlliməsən. Xeyr. Mən onu test üzərində tədbiqə gələndə mən onu eləyə bilmirdim. Mən bilmirdim ki, o qrammatikada məndən nə soruşur. Çaşıb qaladım, donub qaladım, yaza bilmirdim. Azərbaycan dili hazırlığına həmişə ağlaya-ağlaya gedim. Zəhlim gedir mənim bu Azərbaycan dili. Allah bu Azərbaycan dili yaradanı mən nə deyim? Axı, bu niyə var? Neysə. Təbii ki, de blok imtahanında da vardı. Getdim blok imtahanı 18 ilə düz yazdım da. Sizə yalan deməyəcəm ki, bu da artıq universitetdə oxuyuram. Kəsizdən deməzdim. Universitetdə oxuyuram, artıq bunu deməliyəm sizə. 18 ilə düz yazdım. Ədəbiyyatdan 20 dənə yazmış. Neysə, uşaqlar. O da Azərbaycan buraxılışından 85 bal yığmışdım. O da mətnlərin sayəsində mətnləri çox qəşəng yazırdım. Mətnləri qəşəng yazmamın səbəbi də mən mətnləri çox işləyirdim. Həm də ki, mətnləri mən anlayırdım da. Burada çətin bir şey yox idi, deyə düşünürəm.
Həqiqətən çətindir. Yəni gözünüzdə böyüdə bilərsiniz. OTK sınavı var, OTK sınavı. Həqiqətən deyirəm, OTK sınağı blok buraxılış imtahanından 5 qat çətindir. Yadınızda saxlayın, buraxılış imtahanını elə bir vəziyyətdə eləyirlər ki, oradan heç kəs 2 almasın. Ən zəif oxuyan belə riyaziyyatı, ana dilini, ingilisini yaza bilsin. Sonra bir izləyicim yazır ki, buraxılış üçün təkrarlayacaqdır. Uşaqlar, baxış, bugün ayın yanvarda, fevral, mart 2 ayınız qalıb. Sizə məsləhətim odur ki, son ay OTK sınavına getməyin. OTK sınavından aşağı yığın motivasiyadan düşənlər, motivasiyadan düşməyin, motivasiyanızı salmayın. Mən açıq etiraf edəcəm də sizə. Çünki artıq mən keçib bu dövrü, mən universitet tələbəsiyəm. Mən ən aşağı 132 bal yığırdım, ən yuxarı 155 bal yığırdım. Təsəvvürdə gətirin. Buraxılışda neçə yığmışam? 242 bal. Görürsünüz? Yəni OTK qat-qat çətindir. Bir də OTK-dan yığdığınız balın üzərinə minimum 10 bal, maksimum 15 bal gələrək buraxılış imtahanına yığacağınız balı təsəvvür edə bilərsiniz. Gözünüzə mən həmişə eləyirdim, elə də oldu. Yəni uşaqlar, mən heç vaxt motivasiyasını düşünmürdüm. Daha da evdəkilər mənə deyirdilər ki, hay Allah, bu qızın axırı nə olacaq? Hay Allah, bu qızın bunu hazırlıqlardan çıxardı, bu yandan oxumur, bu nəyə gedir hazırlığa? Uşaqlar, bir dənə onu deyim ki, İnsan nəyə hədəfləyirsə, nəyə köklənirsə beyni, ona da doğru gedəcək. Heç vaxt motivasiyanızı salmayın. Qətiyyən, bu çox pis bir şeydir. Doğrudan deyirəm. Yəni, insan özünü gərək motivasiya etsin. Bunu yadınızda saxlayın ki, kənardan heç kəs sizi motivasiya edə bilməz. İnsan gərək özünü motivasiya eləsin. Kənardan hamı deyə bilər, ayalı yaxşı olacaq, ayalı pis olmayacaq, narahat olma, yaxşı olacaq, yaxşı olacaq. İnsan gərək özünü toxtasın. Hamı sizə yaxşı olacaq desə, siz pis fikirləşsiniz, o pis olacaq. Yəni deyirəm, yaxşı olacaq, narahat olmayın. Mən nəman sözü verəmsə, bu videomdan imtahan ondan sonra bu videoma girib yazarsınız yorum. İmtahan asandır deyə. Görərsiniz elə olacaq. Neysə, buraxılış üçün təkrar edəcəyik, onu deyim. Uşaqlar, son 2 ay adı sınaq yazın. Sınaq. Riyaziyyatdan 2024, 2025, 2023, 2022, 2019-cu illərin sınaqlarını, yəni buraxılış imtahanlarını işləyin, narahat olmayın. Tarix oxuma başlayanda necə həvəs yaranır, yoxsa vacib deyə özünə məcbur. Uşaqlar, tarixdən 16 bal yığmışam. Məsləhət verəcəm. Mən tarixi müəlliməm qətliyəm bir şey olmuyor. Müəlliməmi çox sevirəm. Canım müəlliməm, sizi buradan öpürəm. Müəlliməmi çox sevirəm, günü bu günə danışıram. Müəlliməm həqiqətən çox yaxşı bir insan olub. Mən tarixi zəhmətdən zəhləm getməməzlik olmayıb, ancaq ümumi tarixi sevirdim. Daim oxuyurdum, müəlliməm hər gün çağırırdı, onsa tarix oxumaq kimi şansım yox idi. Ona görə belə bir düz deyim. Həvəsli olanlar həvəsli oxuyur. Həvəs yaranmayana da ki, daha bu məcbursuz oxumaq uşaqlar. Mən Azərbaycan dilim. Azərbaycan dili məcbur oxuyurdum ki, Rejbur Universitetə qəbul olana qədər. İlk universitet qəbul olana sonra Azərbaycan oxumayacaq. Deyəndən sonra adiyyat fənni keçdiklərini eşitdim. Azərbaycan dili burada da mən irəli çəkmir. Adiyyat fənnindən kəsəcəm. Hazırlıq neçəci sinifdə getmək lazımdır? Mən hazırlığa 9-cu sinifdən getmişəm. Ancaq 9-cu sinif imtahanına görə getmişdim. Bir də sonra 10, 11, ondan əvvəl hazırlıqlara getməmişəm. Əgər zəifdirsə, mən evdəkilərə deyirdim. Mən bacım 8-ci sinifdən getməyə başladı. Çünki mən onlara dedim ki, əgər çətinlik çəkirsə, qoyun getsin. Mən bacıma 9-cu sinifdə buyur. Amma çox hərəkət uşaqdır, həqiqətən. Mənim ona sözüm yoxdur. Mən bacım 9-cu sinifdə, mən ona evdə deyirəm ki, get dərs oxuma. O kitablar var ya, onların hamısı. Onun hamısı onundur. Sən bir Samsun oxuyur, yox oxumur. İşləmir. Yer OTK-dan sınağa, deyirəm ki, get otur səhvləri üstündə işlə. Mənə qəlbdə ki, yox. Deyirəm, buraxılışda yazacağam. Görəcəm indi. Bu indi görəm, mən deyir ki, mən qırmızı əsid alacağım. Görəcəm, mən 4 balla kəsildim, nə olsun? Nə uşaqlar, mən çox çabalayırdım. Yəni də səhvlərim üstə falan çox çabalayırdım. Amma o işləmir, o çox hərəkətdir. O bir dəfə oxuyursa. Elə də olmaz axı, olmaz elə. Belə, gördüz zəifliyiniz var, başlayırsınız, gedin. Mən konkret sinif deyə bilmərəm, o hər insan bazasından asılıdır. Universitet məktəbdən fərqləndirən üstünlüyü nədir? Bu, mən yazan sinif yoldaşımdır. Canım mənim. O, indi əskərlikdədir, mən bu videonu çəkirəm. O, əskərlikdən gəlində baxa biləcək, məzuniyyətə gəlində baxa biləcək. Çox sağlamat get, gəl. Belə. Universitet və məktəbin fərqi, uşaqlar, əslində heç bir şey. Universitet sadəcə siz necə şəhərdədir, gedirsiniz, gəlirsiniz. Ətrafınız məktəb şagirdləri kimi olmur, uşaq düşüncəli olmurlar, biraz daha olun olurlar. Fərq budur. Məktəbdə kimi 6 dərs oturub vaxt itirmirik. Yəni, bir fərqi yoxdur da, yəni.
Bir də nə odur ki, uşaq sayı çox olandan patoloq dərslər olur, belə ilə fərqli dərslər olur. Budur, yəni belə. Doğrudan da imtahanı verib bitəcək. Bir də son aylar üçün tövsiyə. Uşaqlar, doğrudan da imtahanı verib bitəcək yoxdur. Yalan deməyəcəm də. Neyse yalan danışım. Valla mən evim bitəcək amma bitməmiş də, yəni necə deyim. Üniversite gedəndə görəcəksiniz. Amma bitməyəcək. Üniversite gedəndə oxuyacaqsınız. Narahat olmayın. Elbirsiz ki, üniversite oxumurlar. Oxuyurlar. Bax, oxumayanlar var. Gəlirlər. Kollekvum olur. Bir də ki, semestr imtahanı olur. Kollekvumda da əziyyət çəkirlər. Semestr də qəribə əziyyət çəkirlər. Bax, sizə məsləhətim odur. O gün olacaq inşallah. Mən izləyənlərin hamısı. Mən bilirəm ki, üniversite qəbul olacaqsınız. Üniversite qəbul olanda mütləq çalışın. Hər gün daim dərsləri oxuyun. Mən oxudum deyə əziyyət çəkmədim. Amma bəzi qrup yoldaşlarım var ki, onlar oxumurlar deyə əziyyət çəkdilər. Yaxşı qorxutmuram. Bir müddətli bitəcək. Amma sizə bir söz deyim, siz o imtahan havasından çıxa bilməyəcəksiniz. Üniversite qəbul olanda məktəbli havasından çıxa bilməyəcəksiniz bir müddət. Həqiqətən elədir. Suallar bu qədər idi. İndi mən keçirəm öz məsləhətlərimi verməyə. Uşaqlar, deməli, mən də mart ayında imtahan vermişdim. İmtahana gedib oturan kimi çalışın ki, biraz bir müddət tez gedin, sinif otağına öyrəşin, stresiniz azalsın. İlk belə anlayıram ki, qətiyyən stres eləməyin, qəti stres eləməyin. Stres həqiqətən çox pis bir şeydir. Mən onu axırda yaşadım deyə riyaziyyatdan 5 almaqdan kəsildim. 71 bal yığdım. Bir dənə rəqəm səhvinə görə həyəcandan əlimi titrədi. Rəqəm səhvinə görə mən 75 pozisiya bilmədim. Qırmızı atistatdan kəsildim. Bunu hər dəfə deyəndə ürəyim ağrıyır. Yəni uşaqlar, onu deyim ki, qətiyyən stres eləməyin. Siz hər şeyi bilirsiniz. Hər şey əla olacaq, hər şey qəşəngdir, narahat olmayın. Buraxılış imtahanı çətin deyil. Həqiqətən gedib gələndən sonra görəcəksiniz ki, nə asan bir şeymiş. Qətiyyən stres eləməyin. Stres eləsəz bildiyiniz suallar yadınızdan çıxacaq. Siz sadəcə özünüzü səhər tezdən duranda tökün deyin ki, mən bugün hər şeyi bilirəm. Vəsə, bitdi. Bir də son gün heç nə oxuma deyənlər üçün deyirəm. Oxuyun, məsələn, səhər durduğunuz ay tabu dəstur necə idi deyəcəyinizə açıb baxarsınız, göz yaddaşınıza yadınızda qalar. Çalışın düsturları əzbər bilin riyaziyyatdan. Əsasda silindir, kosinus, o şey var idi. Küdə silindir, o hissələri mütləq. Bizə düşmüşdü. Fake atdı bizə buraxılış. Yəni də uşaqlar, belə deyim, qətiyyən stres yaşamayın. İmtahan çox asan da olur, çox asan. Blok imtahanını deyə bilmərəm, amma buraxılış imtahanı çətin deyil. Blok imtahanı da özünüzə sıxmayın, hər şey yaxşı olacaq. 9 və 11-ci sinifdə. Sizə buradan uğurlar arzulayıram. Narahat olmayın, hər şey yaxşı olacaq. Çox, nə qədər dedim hər şey yaxşı olacaq. Nəysə, yaxşı olacaqsın ki, ona görə. Çalışın biraz pozitiv düşünün. Mən heç pozitiv yanaşmışam, pozitiv düşünmüşəm. Heç vaxt nəyəsə üstünə negativ yanaşmamışam. Baxın, yenə deyirəm, mən OTK sınağından ən aşağı 132 bal yemişdim. Mən heç vaxt o 132 balın üstündə oturub ağlamamışdım ki, ay Allah, bu niyə belə oldu? Mən 132 bal? Mən heç vaxt eləməmişdim. Heç vaxt. Heç nə deyildi. Yığdım. Yox, bu qədər. Açırdım, vərəqə yazırdım. Hansı sual səhv yazmışam? Riyaziyyatdan ona deyilən ingilis dilini. Oturdum, o işə çalışırdım. Mən heç vaxt motivasiyadan düşməmişdim. Oradan siz 200-ü keçə bilmirsinizsə, bu o demək deyil ki, siz buraxılışda 200-ü keçə bilməyəcəksiniz. Xeyr, buraxılış qat-qat asan olur. Yəni ki, uşaqlar, bu qədər də məsləhətim. Özünüzdən imtahana gedəndə qırmızı ruçka mütləq aparın. Bir də ki, stres qətiyyən olmasın. Bir də sənədləriniz falan ola bilirsiniz. Bunları da deməmə ehtiyac yoxdur. Son 2 ay ancaq sınaq işləyin. Son 2 ay sınaq işləyin. Bu qədər. Narahat olmayın, hər şey yaxşı olacaq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah ki, videomdan zövq almışsınız. Sizə motivasiya verə bildimsə, nə xoş mənə. İstədim əyləncəli çəkim ki, videomdan sıxılmayasınız. Başımdakiləri də sizə görə taxmışdım ki, qardarası kimi parlaq olsun imtahanımız. Çox sağ olun. İzlədiyiniz üçün vaxt ayırıb təşəkkür edirəm hər birinizə. Kanalıma abunə olub, like ataraq videoma və kanalıma dəstək ola bilərsiniz. Sağ olun, görüşənə dək.